Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə Məlik Aslanovdan DSK yolunun düz ortasında. Demək, hörmətli izləyicilər, 2 otaq zal üstü ilə bir yerdə tam təmirli bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi ərazi cəhətdən yaxşı yerdir. Mərkəzə də yaxın hissəyə sayılır. DSK yoluna da düz o ikisinin ortasındadır. Daxil oluruq həyətgəni sahəsinə. Yüngülvari həyəti var paltar sərmək üçün gördüyünüz kimi. Ev tam təmirli vəziyyətdədir. Kombi sistemlə təchiz olunub. Gördüyünüz kimi hörmətli izləyicilər. Həyəti də təmirlidir. Bura demək, nəmişlik olmayan ərazidir, su vurmayan yerdir. Bunu da nəzərinizə çatdırım. Hörmətli izləyicilər, keçən il evin içi ilə tanış olaq. Girən kimi dəhliz sistemidir, hörmətli izləyicilər. Sanuzelzadə hamısı qaydasında, yəni təmirli vəziyyətdədir. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Ev tam hazır vəziyyətdədir. Yəni evdə problem yoxdur. Bax, buradan girən kimi sanuzel hissəsidir, bu təmirli vəziyyətdir. İndi aksesuarlar evin qiymətindən danışılan nasıldır? Sağ tərəfdə burada geniş bir yataq otağıdır. 17 kvadrat, böyük bir yataq otağıdır. Görürsünüz, hörmətli izləyicilər. Buranın da kombi sistemləri təchiz olunub, hər şey qaydasında. Demək, keçirik bura. 28 kvadratda zal üstü deyilik ev sahibi. Amma buranın yenə də, hörmətli izləyicilər, burada dəyişik eləmək mümkündür. Necə? Baxın, buradan belə bölüb mətbəxə ayırmaq olar, zalı yenə saxlamaq olar. Çöl hissəsi də açıqdır. Oradan bir də pəncərə qoymaq olar. Sadəcə ev sahibi bunu belə eləyir, yəni zal üstüyə kimi eləyir. Yəni kim istəsə, yəni aranı da yenə bölə bilər buradan. Mətbəxə ayırar, ayrıca mətbəx zala baxar, buradan da əlbaşlı zal öz həyətinə baxar. Gördüyünüz kimi, hörmətli izləyicilər, nə varsa hamısı sizə tədqiqatda göstərdim. Yeri yaxşı yerdir, nəmişlik olmayan ərazidə bunun hamısını nəzərinizə çatdırıram. Kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Sənəd qeydiyyatla, yəni olacaq, bunu da nəzərinizə çatdırırım. Yəni köhnə dədə-babadan damavoydu qeydiyyatı da köməklik göstəririk. Yəni bunu da nəzərinizə çatdırıram. Evin qiyməti 60.000 ıstaq qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa ev sahibi ilə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. 60.000 ıstaq qiymətdir. Geniş otaqlıdır. Yəni studiyada ayırmaq olar, mətbəx eləmək olar. Yəni hər şey qaydasında təmirdir, yeri də yaxşıdır. Marşrutlarla da arasında 3-4 dəqiqə fərq var. 60.000 ıstaq qiymət. Endirimdə sahibi ilə danışacaqsınız. Sona qədər izlədiyiniz